Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bugün bu maşının sükanı naşıların, təsadüfi adamların, efrin müqəddəsliyinin və təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əlindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların müğənni statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini özünü bilməyən bu cür ünsürlərə, müğənnilərə açıq olmasının nəticəsidir yaşananlar. Ona görə də mövcud durum bu haldadır. Demokrat Az xəbər verir ki, bu sözləri aparıcı Salih Bağırov sosial media hesabında yazıb. O, televiziya rəhbərlərinə və aidiyyatı qurumlara səslənib. Televiziya kanallarına rəhbərlik edənlər, aidiyyatı qurumlar hamının gördüyünü, bildiyini həqiqətənmi görmür, yoxsa görməzdən gəlirsiniz? Bu laqeydliyiniz bizi uçuruma aparır. Nədir məqsəd bu dərəcədə əxlaqsız və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola-ola bu tərbiyəsizliyin qarşısını almırsınız? Niyə qadağalar tətbiq olunmur? Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, peşəkar işçilərin min bir zəhmətlə yaxşı verilişlərin ərsəyə gəlməsinə əmək qoymalarının adlarının ümumi axın içində. Hamısı eyni şeydir, adı ilə hallanmasıdır. Heç kim erasının bitdiyini, onun sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı, bugün televiziya müzakirələri bu cür geniş vüsət almazdı. Deməli, cəmiyyət normal televiziya arzusundadır.